16-cı fəsil. Müştəri yaxşı satış nümayəndəsinin diqqət mərkəzindədir. Uzun illər ərzində müxtəlif şirkətlər müştəri uğrunda mübarizə aparır. İri korporasiyalarda hətta müştərilərlə əlaqə üzrə vitse-prezident vəzifəsi də var. Onun vəzifəsi şirkətin müştərilərlə bağlı bütün fəaliyyətini əhatə edir. Satış, marketinq, servis və hətta alıcılarla maliyyə münasibətləri, müştəri məmnuniyyəti menecmenti mövzusunda tədqiqatlar aparılır. Onlar da gözlənilən nəticələri verirlər. Müştərinin məmnuniyyəti yüksəlir, onların satış nümayəndələri ilə münasibətdə loyallığı artır, satışın həcmi çoxalır. Tim Remik, Conferry International adlı iri daşınma firmasında qlobal bazar üzrə icraçı direktor işləyir. O yaxşı başa düşür ki, şirkətin yuxarı halqalarını birləşdirən icraçı direktorun hansı istedadlara ehtiyacı var. Bu barədə onun mənimlə bölüşdüyü bəzi fikirləri burada nəzərinizə çatdırıram. Satışa məsul olan yeni nəsil direktorlar üçün hansı keyfiyyətlər xarakterlikdir? Tamamilə aydındır ki, şirkət rəhbərləri üçün əvvəllər mövcud olmayan yeni satış strategiyası meydana gəlmişdir. İndi onlarla insanların ovqatını duyan işçilər lazımdır. Məqsəd ondan ibarətdir ki, müştərilərlə daha konstruktiv qarşılıqlı əlaqə qurulsun. Yalnız şəxsi faktorlara əsaslanmayan dialoqlar aparılsın. Bu o deməkdir ki, konkret müqavilə bağlamaq indi işin bir hissəsi hesab olunmur. Tamamilə doğrudur. Müasir dünyada müştərilər, təchizatçılar və hətta rəqiblərlə qarşılıqlı əlaqə o qədər çox şaxəlidir ki, əgər siz yalnız müqavilə bağlamasına köklənsəniz, çoxlu real imkanları əldən buraxarsınız. Satış üzrə uğurlu menecer haqqındakı təsəvvür necə dəyişmişdir? Strateji intuisiya ilə yanaşı o daha geniş diapazonda işgüzar keyfiyyətlərə malik olmalıdır. O təkcə bazar şəraitinin dəyişməsini, onun şirkətinə necə təsir edəcəyini yox, həm də bunun müştərilərlə qarşılıqlı əlaqəyə necə təsir edəcəyini düşünməlidir. Xüsusilə də onu bu əlaqələrin daha şəffaf olması da maraqlandırmalıdır. Bəssiz insanların seçilməsi, danışıqların aparılması, lazımi təsərrüatların yaradılması kimi texniki vərdişlərin əhəmiyyəti haqqında nə deyərdiniz? Tarixi planda mən qələbə qazanıram, sən uduzursan modeli uğurlu hesab olunurdu. Bugün isə elə bir həll yolu zəruridir ki, hər iki tərəf uçsun. Bu isə tərəfləri nəinki almaq, həmçinin də vermək bacarığını tələb edir. Bunun üçün yaxşı təsəvvür etmək kifayətdir ki, hərəkətinizin həm söhbətinizə necə təsir edəcəyini biləsiniz. Siz intuitiv olaraq onun fikirlərinin gedişini izləməyi və onun nöqteyi nəzərini başa düşdüyünüzü nümayiş etdirməlisiniz. Satış üzrə ən uğurlu menecerlər özündə intellekt və bacarığı cəmləşdirənlərdir. Bunun nəticəsində həm söhbətlə həmkarlıq atmosferi yaranır ki, nəticədə razılıq əldə olunur. Bəzi şirkət rəhbərləri mahiyyətcə mükəmməl satıcıdırlar və bütün görünüşləri ilə müştəriyə əsl qayğı nümayiş etdirirlər. Satış meneceri postunda olan qadınlar müştərilərə hiss və həyəcanlarını bölüşdürməkdə təbii üstünlüyə malikdirlərmi? Deyəsən haqlısınız. Halına yanmaq, güclü intuisiya, güzəştlərə cəhd kimi keyfiyyətlər qadınlara xas hesab olunur. Bu həm də ona görə vacibdir ki, bugün biznesdə mədəni və cinsi fərqləri daha aydın hiss olunsun. Hələ 10-15 il əvvəl belə deyildi. İndi biz qlobal cəmiyyətdə işləyirik və bir çox ölkələrdə biznesmenlər arasında müxtəlif yaşlı qadınlar kişilərdən heç də az deyil. Satış menecerinin özünü şirkətin ümumi imici ilə eyniləşdirməsi nə dərəcədə vacibdir? Özünün bütün fərdi xüsusiyyətləri ilə o, hər şeydən əvvəl şirkətin strateji səfiri olmalı və bütün sözləri ilə, işləri ilə onun imicini qorumalıdır. Amma bu, yuxarı vəzifələrdə oturan bütün heyətə eyni dərəcədə aiddir. Biznesin idarə olunmasının getdikcə artan çətinliyi şəraitində şirkətin informasiya siyasəti məsələləri ilə məşğul olan rəhbərlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Demək olar ki, satış həcminin artırılması üçün bütün rəhbərlik vahid komanda kimi işləməlidir. Yaxşı şirkətlərdə müştərilərlə əlaqələr sektorunun hamısına cavabdeh şəxs, digər rəhbər işçilərlə birgə strateji qərarların işlənməsində iştirak edir. Müəssisənin bütün işlərinə kompleks şəkildə baxılır.
Çünki onlar həm müştəri ilə qarşılıqlı əlaqəyə, həm də istehsal prosesinə təsir edir. Əgər geniş tələbat malları istehsal edən şirkət topdan satış müştərisi üçün təqdimat təşkil edirsə, onda orada təkcə satış meneceri yox, həm də şirkət rəhbəri və onun informasiya siyasəti şöbəsinin məsul şəxsi iştirak etməlidir. Belə təsəvvür yaranır ki, rəhbərliyin, o cümlədən də ali rəhbərliyin sayı nə qədər çox olarsa, onda əlaqə üçün kompüter yaxud smartfondan istifadəyə üstünlük verilir. Sizə elə gəlirmi ki, mobil vasitələrdən istifadə hansısa xüsusi əlaqə vərdişləri və əqli təcrübə tələb edir? Hər şeyin texnologiya ilə icra oluna biləcəyini düşünmək böyük yanlışlıq olardı. Amma uğurlu rəhbərlərin əsl üstünlüyü ondan ibarətdir ki, onlar üz-üzə, göz-gözə əlaqə saxlayırlar. Əgər satış meneceri həmkarlarla real kontakt zamanı alınan hisslərdən uzaqdırsa, o heç bir şeyə nail olmayacaq. Başqa sözlə, texnoloji vasitələrdən istifadə etmək zəruridir. Lakin o sizin ünsiyyət tərzinizə mane olmamalıdır. Heç bir texniki tərəqqi insan hərarətini əvəz etmir. Təkcə texnologiyaya əsaslanmaqla siz əlaqə prosesini poza bilərsiniz. Çünki insan faktoru aradan qalxır. Hələ 20 il əvvəl tipik satış menecerini o vaxt effektiv hesab edirdilər ki, o əməkdaşları stimullaşdırmaq qabiliyyətinə malik olsun. Siz hesab edirsinizmi ki, bugünkü mütəxəssislər üçün analitik vərdişlər daha çox zəruridir? Əlbəttə, bugün satış menecerlərindən daha dərin analitik yanaşma gözləyirlər. O əlaqənin rentabelliyinə cavabdeh olmalıdır və öz qərarlarında investisiyalaşmış kapitalın gəlir normalarını təmin etməsi üçün məsuliyyət daşımalıdır. Əlaqələr bir-biri ilə uyuşmadıqda satış meneceri öz işini maliyyə cəhətdən yanaşaraq yaxşı müqavilənin pisindən fərqləndirməlidir. Əgər müqavilə lazımı gəliri təmin etmirsə, amma siz onun üzərində durursunuzsa, onda bunu niyə etdiyinizi, bütövlükdə şirkətin işinə hansı təsir göstərəcəyini yaxşı başa düşməlisiniz. Siz hesab etmirsiniz ki, marketinq sferasında iş, yaxud satış o vaxt effektiv olur ki, o şirkət rəhbərliyinə doğru yolda zəruri olmaz da vacib bir addım olsun. Bəli, bu indiki və potensial müştərilərlə əlaqə üçün təcrübə qazandırır. Belə fəaliyyət isə şirkət rəhbərliyinin ayrılmaz xüsusiyyətlərindəndir. Heç bir firma müştəridən təcrid olunmuş formada mövcud ola bilməz. Makkeyin nəsihəti: əgər siz satış sferasında rəhbər vəzifədə işləmək niyyətindəsinizsə, onda bütün karyera təsəvvürləriniz yalnız müştərilərin ətrafında fırlanmalıdır. 17-ci fəsil. Daxilinizdə bir uşaq yaradın. Uşaqlar həyatda sevinməyi bacarırlar. Onlar hər şeyə təmiz baxışlarla baxır. Bilirlər ki, hətta ən adi şeylərdə də nə isə xüsusi və yeni bir detal tapacaqlar. Yaşlıları isə onlarda əsasən nəsə məlum yaxud gözlənilən şeylər axtarırlar. Təsəvvür edirsinizmi biz nələri itiririk? Coşqun entuziazm, təəccüb, çətin məsələlərin həll edilməsi hissləri haqqında unutmuşuq. Bütün bu əlamətlər isə yaxşı satıcıya xas olan xüsusiyyətlərdir. Mərhum dostum Jim Rohn gözəl motivləşdirici natiq idi. O insanları uşaq kimi olmağa çağırırdı. Jim təsdiq edirdi ki, yaşından asılı olmayaraq hər bir adama elə də çox şey lazım deyil. Hər şeylə maraqlanın. Özünüzdə uşaq marağı yaradın. Uşaqlar sizə milyonlarla sual verə bilərlər. Siz düşünəndə ki, artıq hamısına cavab vermişsiniz. Onda o, yiyində milyon sual tapacaq. Maraqlamaq uşaqların ətraf aləmi mənimsəməsi üçün alətdir. Əgər yaşlı adam sadəcə olaraq qarışqanı ayaqlayarsa, uşaqlar dayanır və onları öyrənirlər. Maraqlanmaq xüsusiyyəti onlara öyrənmək və inkişaf etməyə kömək edir. Uşaqlar öz təsəvvürlərini məhdudlaşdırmaq istəmir və ağılsız ideyalar qarşısında qorxu hiss etmirlər. Onları geniş düşünməyə məcbur etmək lazım deyil. Əksinə uşaqlar onsuz da bu vərdişə malikdirlər. Həyatdan elə zövq alın ki, gecələr yatmaq istəməyəsiniz. Özünüzdə uşaq entuziazm yaradın ki, bu hiss sizə növbəti səyləri gözləməyə imkan verməsin. Bütün ailəniz bir yerə yığışanda mənim İrlandiyadan olan nənəm kimi hərəkət edin. O xahiş edirdi ki,
onu uşaqların əyləşdiyi stolun arxasında otursunlar. Məsələ burasında idi ki, o, yeməyini tez yeyib oyun və digər məşğuliyyətlərə keçirməsinə dözə bilmirdi. Tamamilə səmimi olaraq hesab edirdi ki, uşaqlarla münasibət qurmaq yaşlılarla olduğundan daha maraqlıdır. Yaxşılıqlara inanın. Cim inamı sırf uşaq keyfiyyəti hesab edir. Yaşlılar hər şeyə biraz skeptik yanaşmağa meyillidirlər. Onların bəziləri isə lap ifrata varırlar. Yaşlıların nəyə isə inanması üçün onlara sübut etmək lazımdır. Cimə görə uşaqlar həyatı başqa cür qəbul edirlər. Onlar hesab edirlər ki, bu dünyada hər şey mümkündür. Siz fərqi hiss edirsinizmi? İnsanlara etibar edin. Siz yəqin ki, uşaq kimi yatmışdır ifadəsini eşitmişsiniz. Əgər siz əmin olsanız ki, günü 500 yaşamışsınız, qalan hər şeyi başqalarına həvalə edin. Ətrafdakılara etibar etmək bugünkü dünya biznesində ən həlledici faktordur. Siz inanırsınızmı ki, müştəri sifariş etdiyi malların haqqını ödəyəcək? Siz etibar edirsinizmi ki, təchizatçı göstərilən müddətdə öz öhdəliyini əməl edəcək? Əminsinizmi ki, sizin tabeliyinizdə olanlar hər gün vicdanla işləyirlər? Uşaq müqəddəs bir saflığa inanır ki, onu heç kəs heç nə təhdid etmir. Mən qətiyyən sizi sadəlöv və hər şeyə inanan adam olmağa çağırmıram. Lakin əgər siz də mənim kimi 10 illiklər ərzində uğurlu satış nümayəndələrinin təcrübəsini öyrənsəydiniz, onda onlardakı yeniyetmə entuziazmı və yaxşı şeylərə inam hissi görərdiniz. Enerji, təxəyyül, bunlar ətrafdakılarda satış nümayəndəsinə etibar və simpatiya yaradır. Jim Rohn deyir, maraqlanmaq, zirəklik, İnam və etibar. Bax, bu keyfiyyətləri öz həyatınıza qaytarmaq lazımdır. Makkiyin nəsiyyəti. Qocalanda yenidən uşaq olun. Uğur haqqında bir neçə fikir. Hər kəs istəyir ki, şənbə maçlarında qalib olsun. Lakin nəticə sizin həftənin qalan günlərində nə etdiyinizdən asılıdır. Lou Holtz. Əgər siz günəş altında özünüzə yer qazanmaq istəyirsinizsə, onda günəş şüalarının yandırmasına hazır olun. Hər bir nailiyyət sınamaq lazımdır fikrindən başlayır. Yalnız səy nəticəsində qeyri-mümkün şeylər mümkünsə, mümkünlər ehtimal olunanlar isə əlçatan bir işə çevrilir. Cıdır vaxtı ata, dur deməyin. Həyat tenisə oxşayır. Kim yaxşı oynayırsa nadir hallarda uduzur. Hamı qələbə çala bilər. Heç olmasa həyatında bircə dəfə də olsa belə. Uğur pilləkəninə dırmaşarkən öz nailiyyətlərinizə sevinərək geri qalmayın. Uğur qazanan şəxsiyyət əslində öz şansından istifadə edə bilən bir adamdır. Yarım gün işləyərək möhtəşəm nəticələrə ümid bəsləməyə dəyməz. Uğurun əvvəl, əməyin isə sonradan gəldiyini düşünənlər heç vaxt uğur qazanmır. Uğur, özünüzə elə bir həyat qazandığınız vaxta gəlir ki, onu yaşamaq sizə xoş olsun. Həyatda ən çətin şey uğursuzluq və uğurların öhdəsindən gəlməkdir. Uğur yoldur, nəzərdə tutulmuş məntəqə deyil. Uğur imkanı insanın gördüyü işdə yox, onun özündə gizlənmişdir. Əgər valideynlərin səndən əvvəl müəyyən bir uğura nail olmuşlarsa, ona çatmaq sənin üçün çətin olur. Uğurun yeganə girişi ondan ibarətdir ki, nə isə etməyi sınayırsan. Əsl qaliblər üçün finiş xətti yoxdur. Qələbə adətdir, məğlubiyyət də təəssüf ki, belədir. 18-ci fəsil. Öz uğurlarınızı bütün rəngləri ilə vizuallaşdırın. Təxəyyüldən yaxşı istifadə olunma üsullarından biri gələcək uğurları vizuallaşdırmaqdır. Mən artıq çoxdan da başa düşmüşəm ki, şəxsi məqsədlərə çatmağın ən işlək metodu uğurlarla bağlı situasiyalarda özünü fikrən təsəvvür etməkdir. Həlledici cərimə zərbəsini vurmazdan əvvəl futbolçu da belə hərəkət edir. Oyunun sonuna 3 saniyə qalır. Tribunalardakı 80.000 azarkeş hayküy salır. 30 milyon tamaşaçı televizordan ona baxır. Hesab hələlik heç-heçədir. Qaçmağa başlayan oyuncu indiyədək 100 dəfələrlə beynində fırlatdığı səhnəni fikrən təsəvvür edir. O qələbə qolunu necə vurmasını gözü önündə canlandırır. Bu cür vizuallaşdırma qabiliyyəti bütün böyük atletlər üçün xarakterikdir.
Onlarda təxəyyül çox yaxşı inkişaf etmişdir. Hələ reallaşmazdan əvvəl onlar öz uğurlarını saniyənin kiçik hissələrində təsəvvür edə bilirlər. Bir dəfə bütün dövrlərin ən yaxşı qolfçularından olan Jack Nicklaus'dan onun heyranedici uğurlarının, xüsusilə də bütün turnirin gedişini, taleyini dəyişən yekun zərbəsinin yerinə yetirilməsi zamanı göstərdiyi məharətin sirri barədə soruşdular. O, bir neçə saniyə düşünərək cavab verdi. Mən öz təxəyyülümdə heç vaxt yanılmamışam. Heç vaxt Nicklaus'u uzaq və orta məsafələrə zərbə ustası kimi qəbul etmirlər. Lakin onu tarixdə ən düşüncəli qolfçu hesab edirlər. Bu oyunun mental təhlilində onun tayı bərabəri yox idi. Bu isə mənim fikrimcə artıq qələbənin yarısı deməkdir. Thomas Wuston 40 yaşında ikən sadə mətbəx və dəftərxana ləvazimatları istehsal edən firmaya başçılıq edirdi. Amma bazarda kompüterlərin meydana çıxmasından da əvvəl onun bir arzusu vardır. İnformasiyaları yığıb emal edə bilən maşın yaratmaq. Bu xəyali obraz onu o qədər məşğul etmişdi ki, öz şirkətini International Business Machines adlandırmışdır. Ölümündən biraz əvvəl ondan soruşmuşdular ki, IBM şirkətinin belə görkəmli uğurlar qazanacağını hansı anda hiss etmişdiniz? O cavab vermişdi. Lap əvvəldən. Fred Smith ilk dəfə olaraq 70-ci illərin əvvəllərində rabitə vasitələrini bir sutka ərzində təyyarələrə çatdırmaq ideyasını qaldırmışdır. Yalsk Universitetinin gələcək tələbəsi olan bu adam irəli sürdüyü ideya haqqında yazmışdır. Təəssüf ki, professor gənc Smith'in bu entuziazmını başa düşə bilmədi və ona 3 verdi. Amma Smith öz ideyasından əl çəkmədi və ekspres poçt xidməti üzrə şirkət yaratdı. Bu şirkət indi hamıya məlum olan Federal Express şirkətidir. Təxəyyülü güclü olan insanlar üçün uğur heç də gözlənilməz bir şey deyil. Onlar nə istədiklərini bilir, fəaliyyətlərini planlaşdırır və müsbət nəticələr gözləyirlər. Məşhur din xadimi Graham öz nəsihətində deyirdi: İlahi, mənə güc ver ki, sənin üçün nəsə edim. Öz fəaliyyətinə bu cür baxış Graham'ın bütün həyatı üçün xarakterikdir. Həyatın yaxşı tərəflərini vizuallaşdırmaq qabiliyyəti sonsuz uğurlar tarixində iti çıxıntıları olan daş kimidir. Bir neçə misal göstərək. Henry Royce hesab edirdi ki, avtomobildə keyfiyyət və komfort yüksək səviyyədə olmalıdır. Məhz bu cür yanaşmanın nəticəsində Rolls-Royce avtomobilləri kamilliyin simvolu kimi qalmaqdadır. Orville və Ulbil Wright qardaşlarını ad günündə rezin motorcuqların köməyi ilə havaya qalxan oyuncaqlar ilhama gətirdi və ilk aeroplan yaratmaq barəsində arzularının həyata keçirilməsində onlara imkan yaratdı. Maria Sakalovskaya-Curie müasirlərin skeptik münasibətlərinə baxmayaraq ömrünün son günlərinə qədər elmi tədqiqatların təkmilləşdirilməsində qərarlı idi və bu ona mühüm kəşflər etməyə icazə verdi. Bütün bu insanlar ətrafdakı əksər adamlardan fərqli olaraq öz zəhmətlərinin nəticəsini əyani sürətdə təsəvvür etmək qabiliyyətinə malik idilər. Viktor Frankl ona görə 92 il yaşaya bilmişdi ki, vizuallaşdırma qabiliyyətinə malik olmuşdur. Nasistlər onu konslagerə salmamışdan əvvəl məşhur Avstriya psixiatrı olmuş və bu şəxsin çıxışlarını dinləmişəm. Bir neçə il bundan əvvəl etdiyi bu çıxışlarda o, bütün auditoriyanı gərginlik içində saxlayırdı. Viktor Frankl deyirdi: Bugün burada olmağıma görə yalnız bir şeyə borcluyam. Çoxları ümidlərini itirib məhv olduqları halda məni arzular saxlayırdı. Bu arzu ondan ibarət idi ki, bir vaxtlar sizə konslagerdə sağ qalmağıma, necə nail olmağımı danışacağam. Mən əvvəllər heç vaxt burada olmamışam. Sizlərdən heç kəslə tanış deyiləm. Mən heç vaxt sizin qarşınızda nitq söyləməmişəm. Amma məhbəsdə olarkən mən 1000 dəfə sanki bu zalda oturmağımı təsəvvür edərək ağlımda indi deyəcəyim sözləri təkrar edirdim. Makkeyin nəsihəti. İnsanlar uğura doğru ilk addımı o vaxt atırlar ki, həmin uğura çatmaq qərarını qəbul edirlər. 19-cu fəsil. Golf yaşamaq vasitəsi kimidir? Miles James Naismith golfda öz nəticələrini yaxşılaşdırmaq arzusunda idi. Bu nəticələr o qədər yaxşı deyildi. 90 zərbədən 18-i hədəfə düşürdü
Vəziyyət onu düz 7 il boyu bu oyunu tərk etməyə məcbur etmişdi. O, bu müddətdə əlinə qov çubuğu alıb bircə dəfə də topa zərbə vurmamışdı. Amma buna baxmayaraq, uzun müddətli fasilədən sonra o meydana çıxıb ağla gəlməz nəticə göstərmişdi. 74 zərbə. Nesmit bütün 7 ili yalnız oyun haqqında düşünmüşdü və bu da onun həyatını xilas etmişdi. İş ondadır ki, bu illər ərzində o, Şimali Vyetnamda hərbi əsir olmuş və eni yarım metr, uzunu isə 2 metr olan qəfəsə həbs edilmişdi. Həbsdə olduğu müddətdə böyük bir hissəsini o, heç kəsi görməmiş, heç kəslə danışmamış və demək olar ki, hərəkət etmək imkanından məhrum olmuşdu. Əvvəlcə o, azadlığı üçün dualar edilmiş, sonra isə başa düşürdü ki, beynini aktivləşdirməsə, mühakimə qabiliyyətini itirəcək. Ola bilsin ki, həyatdan da məhrum olacaq. Nəhayət o, vizuallaşdırmaqla məşğul olmuşdu. Reallığı dəyişmək istəyirsinizmi? Fantaziya yürütməyi öyrənin. Nesmit fikrən qolf oynamağı qərar alır. O, özünü çox sevdiyi qolf meydanında təsəvvür edir. James hər bir detalı düşünür. Paltardan tutmuş oyun çubuğuna qədər, ətrafdakı landşafa və qoxulara qədər hər şeyi götür-qoy edir. O, ağlında cürbəcür hava şəraiti yaradır. Meydanda oyuqların yerləşdirilməsini, ilin, ayın, günün vaxtını müəyyənləşdirir. Nesmit oyun çubuğunu əlində necə tutduğunu təsəvvür edir. Çubuğu cürbəcür tutma üsullarını sınaqdan keçirir. O açıqca hiss edirdi ki, zərbə vurmaq texnikası getdikcə yaxınlaşır. James topun havada necə uçduğunu və yerə düşdüyünü görür. O, hər bir uğurlu zərbəyə sevinir. Nesmit 7 il ərzində həftədə 7 gün, gündə 4 saat vaxtını meydançada keçirməyini heyfsilənmir. Əlbəttə ki, həbsdən sonra onun fiziki durumu acınacaqlı vəziyyətdə idi. Lakin ağlı tam aydın işləyirdi. Azadlığa çıxdıqdan sonraki ilk oyunda o əvvəllər olduğundan 20 uğurlu zərbə artıq vurdu. Bu yalnız vizuallaşdırma sayəsində mümkün olmuşdu. Tom Falco həyatda nə ilə məşğul olacağını yaxşı təsəvvür edirdi və bunun sayəsində də $500 aldığı zibil daşıyan maşın vasitəsilə ölkədə bək tullantıların daşınması və çeşidlənməsi üzrə ən iri şirkəti ala bilmişdi. Bugün o, VCA West Corporation tan başçısı və idarə heyətinin sədridir. Falco deyir, Houstonda ilk müəssisəni yaradarkən mən səhərin toranlığında hər gün küçələrdən gedən mavi yük avtomobilləri parkını təsəvvür edirdim. Onun təsəvvüründəki səhnələr reallığa çevrildi. 1960-cı ildə Prezident John Kennedy 10 il sonra Aya insan göndərmək barəsində arzusunu Amerika vətəndaşları ilə bölüşdü. Əlbəttə ki, kimisi onu gülüşlə qarşıladı. Amma milyonlarla insan bu arzunu başa düşürdü. Tarix kimin haqlı olduğunu göstərdi. Vizuallaşdırma sizə yaşamaqda və uğur qazanmaqda kömək edir. Vizuallaşdırma ideal sabaha boylamağa imkan verir. O planların araşdırılmasında detalların və əngəllərin aradan qaldırılması yollarını nəzərdə tutmur. O sadəcə olaraq sizə təsəvvür verir ki, nə isə hədsiz dərəcədə istəsən, ona nail olmaq olar. Əlbəttə ki, yol çətin görünə bilər, amma əsas odur ki, nədən başladığınızı yadda saxlayasınız və hara getmək istədiyiniz haqqında dəqiq təsəvvürünüz olsun. Bir dəfə fermer qonşudakı yeniyetməyə pul ödəməklə öz tarlasını şumlatdırdı. O hesab edirdi ki, başqasının işinə qarışmaq yaxşı şey deyil. Ona görə də traktoru oğluna təhkim edib, öz işinin dalınca başqa yerə getdi. Təcrübəsiz gənc çalışırdı ki, işi yaxşı səviyyədə görsün. Ona görə də tez-tez çiyini üzərində geri baxırdı ki, şırımlar eyni cür düşsün. Amma nə qədər çalışsa da sahə əyri-üyrü, çalın çarpaz şəkildə şumlanırdı. Fermer qayıdıb görülmüş işi təhvil almaq istəyəndə tarlaya baxdı və problemin nədən ibarət olduğunu dərhal başa düşdü. Oğluna kömək edib traktordan düşürtdü və dedi, sən hər dəfə boylanıb işinə baxanda düzgün şumlaya bilməyəcəksən. Həmişə irəli baxmaq və harada olduğunu daim xatırlamaq lazımdır. Makkiyin nəsihəti. Əsas o deyil ki, siz özünüzü gələcəkdə təsəvvür edəsiniz. Əsas odur ki, siz onu necə təsəvvür edirsiniz.
Əgər siz öz arzunuzu sanki əyani şəkildə görə bilirsinizsə, onda onu öz həyatınızda yarada biləcəksiniz. İşarəsi qeyd 6. Gələcəyə baxın. Helen Keller 19 aylığında ikən gözləri tam tutuldu. Buna baxmayaraq o, Redcliffe Kollecini əla qiymətlərlə bitirdi. Sonra isə tanınmış yazıcı, ictimai xadim və natiq oldu. Bir dəfə o tələbələr qarşısına çıxış edərkən, dinləyicilərdən kimsə ona ədəbsiz bir sual verdi. Siz hesab edirsinizmi ki, görmə qabiliyyətini itirmək insanın başına gələ biləcək hadisələrdən ən pisidir? Yox, o cavab verdi. Ən dəhşətlisi odur ki, gələcək perspektivinə inamı itirəsən. Gözlər ətrafımızda indi olanları görməyə, arzuları isə uzaq gələcəyə boylanmağa imkan verir.